Hüseynin zamanında cemaat dinə əməl eləmirdi. Allahın hikmətinə baxın ki, Kərbəla hadisəsini həccin düz ortasında qərar verdi. Həccin ən qızğın vaxtı idi, ən vacib əməlləri başlayan vaxt. Cemaat şövqlə Ərafatda, Minada, ora, bura, təvafdan ayrılıb Ərafata gedən zaman idi. Cemaatın elə bir vaxtı idi. Sözünə baxın indi İmam Hüseynin. Həcc başlayır. Hacılar gedir Ərafata. O ki deyir, amma dinin əsasını qoyub budaqlarından yapışıblar. Dinin əsası birdir. Məndən soruşsalar dinin əsası nədir? Dinin əsası birdir. Allah dostuna kömək eləmək. Hər şey onun içindədir. Dinin əsası budur. Tevhid də bundadır, nübüvvət də bundadır, axirət də bundadır, hər şey bundadır. Cemaat həccə başı qarışan vaxt, həcc nə boyda ibadətdir? Həcc bir dəfə ömürdə